Bura Finlandiyadır. Burada insanlar konserv yeməyi və maşınla maraqlı fəndlər göstərməyi xoşlayırlar. Qəribə səslənir? Çünki bu rekord özü də çox qəribədir. Hər halda, əgər o rekordlar kitabında yer qazanmaq istəyirsə, qeyri-adi fənd göstərməlidir. Vesanın qırmağa çalışdığı rekord, maşını iki təkər üstündə sürərək 454 qramlıq alüminium konserv qablarını toplamaqdır. Baxaq görək bunu necə eləyir? Sürəti artıraraq maylı yüksəkliyə yaxınlaşır. Çox sürətli olmamalıdır. Əks halda maşını iki təkər üstünə qaldırmaq olmaz. Artıq o iki təkər üstündədir. İndi o vaxtı və məsafəni düzgün hesablayaraq pəncərədən əlini çıxarıb, yerdəki konserv qablarını götürüb maşına atmalıdır. Elə eləməlidir ki, əli yerə dəyməsin. Bütün konserv qablarını toplamalıdır. Birinci qabı götürdü, amma ikincini götürə bilmədi. Bu da üçüncü. Yox, müvazinəti itirmək olmaz. Maşında yerini sabitləşdirir. Sanki bir balaca yırğalanır. Fikir verdiniz, xoşbəxtlikdən maşın aşmadı, amma o konserv qabını götürə bilmədi. Bu hələ son deyil. Yol boyu çoxlu konserv qabları düzülüb. Hələ onun qalib olmaq şansı var. Qarşıdakı qabları toplamaq şansı var. Görünür artıq o qabları necə götürməli olduğunu öyrəndi. Bu qalib olmağa kifayət eləyəcək yoxsa yox? Amerikanın New Jersey ştatının Madison şəhərindən olan William Christian 125 müxtəlif ölkədən, rayondan və bölgələrdən 75 min müxtəlif konserv qabı toplayıb. Lakin Vesa fərqli mübarizə apardı. O maşını iki təkər üstündə sürərək 26 konserv qabı toplaya bildi. Bu yeni Guinness rekordudur. Afərin dostum! Alqışlara layiqsən. Bu şounu izləməyə dəyərdi.